20-ci əsrin 50-ci illərindən sonraki dövrdə bilirsiniz ki, artıq dünya ölkələrində nüvə əsrinin başlanğıcıdır. Nüvə enerjisindən müxtəlif formalarda istifadə üçün müxtəlif layihələr irəli sürülürdü. Və Amerika Birləşmiş Ştatlarında ilk dəfə 20-ci əsrin 50-ci illərində SNAP 2 və SNAP 8 layihələri irəli sürüldü. Həmin layihələr nüvə enerjisindən kosmik stansiyaların təchizatında istifadə etmək layihələri idi. SSR də aydındır ki, bunları izləyirdi və 1961-ci ildə BUK layihəsinə start verildi. Və uzun eksperimentlərdən sonra 1964-cü ildə Ramaşka deyilən mobil bir nüvə reaktoru işə salındı ki, termokeçirici vasitəsilə nüvə enerjisini elektrik enerjisinə çevirirdi. Və 1970-ci ildə belə bir reaktorun iştirakı ilə Kosmos 367 P2 kosmosa göndərildi və 110 dəqiqə göydə qaldı. Ramaşka reaktoru onu deyim ki, 15 min saat işləmə gücünə malik idi. 1972-ci ildə İVG-1 reaktoru işə salındı və uzun eksperimentlərdən sonra BUK reaktoru işə düşdü və o termokeçirici vasitəsilə nüvə enerjisini elektrik enerjisinə çevirirdi. Və həmin enerji hadisəlatı əmələ gələndən sonra və bunun istehsalı tam otuzdurulandan sonra 1972-ci ildən 1988-ci ilə qədər olan bütün süni peyklər SSR-də məhz nüvə reaktoru əsasında təsis olunmağa başlandı. Hətta bir cəhd edildi ki, sərnişin daşıyan kosmik stansiyalarda belə bundan istifadə edilsin.